Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin violin müəlliməsi Səyav Lətifova. Açıq dərsimə başlayıram. Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin violin ixtisası üzrə 5-ci sinif şagirdi Lətifova Yağmur. Salam Yağmur. Salam müəllim. İlk tapşırığımız nə idi? Qammalar idi. Aha, la major və la minor qamması. La major qammasında neçə işarə var? La major qammasında 3 işarə var. Aha, fa diyez, Do diyez, sol diyez işarələr. Bəli. Bildiyimiz kimi qamma yuxarı və aşağı istiqamətdə əsas səslərin öz yüksəkliyinə görə tonikadan tonikaya qədər ardıcıl düzülüşünə deyilir. La major qammasına başlayaq. Əvvəlcə detaşe ştrixi. Detaşe ştrixi nə deməkdir? Səslərin kəmanda tez-tez düzülüşünə. Aha, ayrı-ayrı kəmana ifasına deyilir. Aha, başlayaq. Baş barmaqda tam olmalı və sümüklər qətiyyən çıxmalı deyil. 5-ci barmaqda boş vəziyyətdə olmalıdır. Belə. Aha. Bundan əlavə biz 2 legata, 4 legata, 8 legata, punkter ştrix, markli, margato və başqa ştrixləri də birlikdə öyrənmişik. 4 legata ifadəyək. Diqqət olmaq, fikir vermək lazımdır. Sonra markli ştrixi. Və punkter ştrixlər də vardır ki, onunla da tanış olmaq lazımdır. Bu paqanin ştrixidir və punkter ştrix. Əsərimizdə də istifadə edirik. Bizim əsərimiz dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun Min bir gecə baletindən Məhəbbət rəqsi əsəridir. Deməli, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun yaradıcılığı çox şaxəlidir. O, Gəncədə anadan olmuş və ilk təhsilini Gəncədə musiqi məktəbində tar sinfində almışdır. Bundan sonra isə Bakıya gəlmiş, Bakıda konservatoriyaya daxil olmuş və bəstəkarlıq ixtisası üzrə təhsil almışdır. Deməli, dünyada tayı bərabəri olmayan, dünya musiqisində təkrarı olmayan simfonik muğam janrının yaradıcısı Fikrət Əmirov 1949-cu ildə Şuf, Küllüxşarı simfonik muğamları, 1971-ci ildə isə Gülüstan Bayatşa simfonik muğamları bəstələmişdir. Bundan əlavə, yəni onun yaradıcılığı çox şaxəlidir və hər bir janra müraciət etmişdir. Sevil operası, Min bir gecə baleti, simfonik orkestr üçün Azərbaycan qravürləri, Azərbaycan kapriçosu və bir çox fortepiano əsərləri, 12 fortepiano miniatürü Elmira Nəzirova ilə birlikdə yazmış olduğu
ərəb mövzularında fortepiano konserti və bir çox əsərlərin müəllifidir. O cümlədən Fikret Əmirov Azərbaycan kinolarına da musiqi bəstələmişdir. Yəni ki, fortepiano üçün muğam poema, elegiya, ballada, məhəbbət əfsanələri, məhəbbət rəqsi pyeslərində isə qərb aləti olan violin aləti şərq çalarları ilə səslənir. Yəni ki, xalq çalğı alətlərinin tembri bizim əsərimizdə də özünü göstərir. Fikret Əmirov yəni bu cür əsərlərə, ballada kimi, məhəbbət rəqsi kimi əsərlərə çox can atmışdır və çox həvəslə bu əsərləri işləmişdir. Hətta öz çıxışlarında da qeyd etmişdir ki, mən bu kiçik həcmli əsərləri böyük həcmli əsərlərin arasında elə bəstələrim. Böyük həvəslə də bəstələrim. Məhəbbət rəqsi çılğın, temperamentli, dinamik xarakterli əsərdir. Və rəqs boyu deməli bir melodik mövzudan başlanır və rəqs boyu bütün rəqs vahid mövzunun inkişafı ilə davam edir. 8-5 ölçüyə əsaslanan oynak, kəskin, sinkopalı və punktir ritm, yəni dəyişkən ritmin qovuşmasından ibarət motiv muğamda olduğu kimi deməli müxtəlif variantlı dəyişikliklərə məruz qalır. Küşlər ladını bəstələnmişdir. Küşlər ladını göstərmək istəyirəm. Yarım ton, bir ton və yarım ton formulu üzrə qurulmuş və ayrı-ayrı birləşmiş iki bərabər tetrafotdan ibarətdir. Niyə deyirəm ayrı-ayrı? Çünki fa və sol yer səslərinin arası artırılmış sekund intervalı təşkil edir və bu səs qatarında üst tetrafotun ikinci pərdəsi la səsi deməli ladın mayesini təşkil edir. Tam kadanslar idi. Çiçək əsərimizin ifasına. Deməli, əvvəlcə 6 xanə fortepiano müşahidə ilə başlayır, yəni fortepiano hissəsi ilə başlayır və fortepianonun döyəcləyən ritmi, tikanlı ahəngləri, melodiyanın oynatlığını və eyni zamanda məlahətliyini daha da qabarıq şəkildə göstərir. Rəqsin tempi allegretto presto, yəni ki, canlı, məlahətli ifa etmək lazımdır. Fikret Əmirov deməli tar əsərlərində olduğu kimi bizim violin əsərində də trellərdən, qısa farşlaqlardan istifadə etmişdir. Nə üçün? Daha gözəl səslənmək üçün. Belə başlayaq. Yəni demək istəyirəm ki, bu əsər sadə quruluşlu A formula quruluşlu əsərdir. Bu bizim birinci cümləmiz idi. Yaxşı, yaxın. Repriza vasitəsilə geri qayıdırıq. Repriza, segma, burada göstərilir volta, bunlar hamısı abreviaturalardır. Yəni təkrar işarələrdir. Eyni hisslər yenidən yazılmasın deyə bu işarələrdən istifadə olunur. Deməli, allegretto presto qeyd etdiyimiz kimi necə templi yağmur? Bəli, canlı, hərəkətli, həmçinin məlahətli ifa tələb edir. Əsər boyu, deməli 8-5 ölçüyə əsaslanan oynaq, kəskin və sinkopalı və punktir ritmin qovuşmasından ibarət motiv muğamda olduğu kimi müxtəlif variantlı dəyişikliklərə məruz qalır. Bu nə deməkdir, Yağmur? Deməli 8-6 ritm, daha sonra yenə 8-5, yenə 8-9, yəni başqa ritmlərdə 8-5, sonra isə artıq 3-cü cümlədə bitir, 3-cü cümləyə keçəndə 4-3 ritmə rast gəlirik ki, 4-3 və 8-6 ritm Azərbaycan əsərlərinə xas olan ritmdir. Onu qeyd etmək lazımdır ki, deməli əsərdə neçə işarə var? 4 bemol işarəsi var, si bemol, la bemol, si bemol, mi bemol, la bemol və re bemol işarələri vardır. Fa minor tonallığındadır və əsərimizdə də belə başlanğıc və son akordlara baxdıqda isə deməli do, sol, mi, do dominant üç səslisidir, axırıncı akord və əsərimizin diapazonu çox genişdir. Deməli, kiçik oktavanın do səsindən başlayır, 4-cü oktavanın do səsinə qədər davam edir. Biz birinci cümləni ifa etdik, burada punktir ritmlərə rast gəlir, yəni necə? Burada yəni müxtəlif notlarını saymaq lazımdır. 8-5-i biz 1, 2, 1, 2, 3,
Əsas fikir verməli olduğumuz yer 16-lıq pauzalardır. Pauza nə deməkdir? Pauza musiqidə verilən Fasiləyə deyilir, bəli. Və punktiv ritmə, yəni nöqtəli notlara biz diqqətli fikir vermək lazım, sayaraq ifa etmək lazım. Və sulhi nə deməkdir? Yalnız sol simində çalmaq lazım olduğunu göstərir. Ancaq necə? 5-ci pozisiyaya qalxmaq lazımdır həmin hissədən. Aha, indi ikinci hissədən istifadə başla ifa edər. Aha, bir də reprisiyaya qayıt, sonra ikinci hissəyə davam edər. Aha, reprisiyaya qayıt, reprisiyaya davam edər. Başlayaq, hə, 3, 4. Baxsın, aksentlərdən istifadə edirsən. Aksent nə deməkdir? Aksent vurğu işarəsidir. Bəli, vurğu işarəsidir. Sonra duyce yazdıqda ikinci cümlədə mütləq duyce. Necə çalmaq lazımdır? Bəli, incə çalmaq lazım olduğunu göstərir. Dinamik işarələrə fikir vermək lazımdır. Sonra crescendo nə deməkdir? Səsi get-gedə. Bəli, səsin gücünü artırmaq deməkdir. Crescendo gəlir və forte, yəni güclü çalmaq tələb olunur. Və burada tremololar var. Yəni ki, orada deməli 3 səs, məsələn 3 16-lıq not bu triyollarda 3-16-lıq not, 1 8-lik notu əvəz eləməlidir və bu pauzalarda saymaq lazımdır. 1-2-3, 1-2-3. Başa düşdün, Yağmur? Uzun legatolardan, liqalardan istifadə olunmuşdur. Bəs 8 yazılır, bu nə deməkdir? 8 Aha, o demək ki, bir oktava yuxarı ifa lazım olduğunu göstərir. Yəni, bəstəkar burada deməli anidən kiçik oktavadan, birinci oktavadan anidən yuxarı oktavalara keçidlər eləyir. Bu da deməli özünə məxsus kolorit təşkil edir. Aha, başlayaq indi üçüncü cümlədən ifa eləyək. Deməli, burada üçüncü cümlədə melodiya daha da geniş vüsət alaraq kulminasiyaya çatır. Yəni ki, burada biz 5-ci oktavaya qalxırıq, 5-ci pozisiyaya qalxırıq və yenə də bir oktava yuxarıda öz əsərimizi, yenə əsas mövzunu, motivi bir oktava yuxarıda ifa edirik. Belə, başla. Və bu keçid yerindən başla. İkinci cümlənin sonundan başla, sol. Başla. Yəni ki, kamanın taxta üzü ilə ifa edirik. Sonra pizzikataları necə ifa edirik? Pizzikatalar bəli, sağ əlim şərh barmaqla ifa olunur. Aksentləri göstərmək lazımdır. Yəni qeyd etdiyimiz kimi, bu əsərin diapazonu çox genişdir. 2 oktavanın do səsindən 4-cü oktavanın do səsinə qədərdir. Belə, yəni ilk tapşırığı olaraq sən hissə-hissə abi quruluşuna uyğun olaraq, yəni 3 cümlədən ibarət cümlə çalırsan, işləyirsən
və səsləri təmizləmək lazımdır. Aksentlərə fikir vermək lazımdır. Vurğu işarələrinin düzgün yerində və sayaraq ifa etmək lazımdır. Belə. Daha sonra isə onu qeyd etmək istəyirəm ki, dinamik işarələrə fikir vermək lazımdır və bu cümlələrdə haradakı aksentdir, haradakı crescendodur və ekspresivo yazılır. Ekspresivo nə deməkdir? İfadəli çalmaq lazım olduğunu göstərir. Bütün dinamik işarələrə fikir vermək lazımdır. Yəni qeyd etdiyimiz kimi əsərimiz dominant üç səslisi ilə bitir, akordla bitir və fortepianonun müşayiəti səni saymaqda daha yaxşı kömək edir. Fortepianonu da eşidərək, transmissiyada eşidərək düzgün ifa tələb olunur.